Qan ləkəsidir. Bayaq deyəsən dirsəyimi oğlanın burnuna ilişdirmişəm. Sən də qəribə adamsan ha. Gah kömək istəyirsən, gah da çığır bağır salırsan. Nə dayanmısan? Çıx get. Sən bütün məhəlləni yuxudan oyatdın. Əgər buradan tək getsən, sənə yenə sataşa bilərlər. Sonra gəl sübut elə ki, bu mən deyiləm. Yaxşı, bəs indi mən neynəməliyəm? Düş qabağıma. Səni çıxardım məhəlləmizdən. Ancaq sən o biri səki ilə gedəcəksən. Məhəllənin sələ qutarmayıb? Yox, O bizim evin yanında qutaracaq, hə? mən bilmirəm sizin eviniz hardadır. Mən katmışam. Mənim bir sualıma cavab ver. Adım nədir, hə? Yox, onsuz da sən mənə nə ad istəsən deyə bilərsən. Yaxşı, nə istəyirsən? Əgər mənim sənin kimi bacım olsaydı, ondan soruşardım ki, gecənin bu vaxtı hardan buyurur? İmtahandan gəlirəm. Hardan? Saatın var. Yox, yoxdur. Biri işləyir, heç gecənin bu vaxtı da imtahan verərlər. O baxır ki, nədən imtahan verirsən. Yoldaş podpolkovnik, o qız həqiqətən mənim sahəmdə yaşayır. Mən onu lap yaxından gördüm. Gecə birdə. Özü də eynəkli idi. O sənin dalınca niyə qaçdın ax? Gör bu həmən o qızdır. Yox. Bu kimdir? Bu qız 2 gündür ki yoxa çıxıb. Qonşuları xəbər verib. 19 yaşı var, dərzidir. Ateliyədə işləyir. Əminə Mürşid qızı Şirinova.